düzgün seçilən tərbiyə metodu gələcəyin şəxsiyyətini formalaşdırır. Bizim dövrümüzün uşaqlığından indiki dövrün uşaqlığının fərqinə varmalıyıq biz valideyn olaraq. Biz daim müqayisə edirik və bir tərbiyə metodunda müqayisə düzgün bir seçim deyil. Uşaqlar istəmirlər biz onları günahlandıraq. Uşaqlar istəyirlər ki, biz onlara bələdçi olaq, yol göstərək. İlk öncə valideyn-övlad münasibətləri deyəndə övlad nə istəyir? Anlaşılmağı istəyir. Qlobal problemin kökü anlaşılmamaqda durur. Bir kərpic qoyuruq, daş parçası və onun üzərinə su tökürük. Valideyn burada o daş parçasıdır, tökülən su isə uşağın duyğularıdır. Nəzərə alaq ki, səhər saat 8-də evdən çıxıb, axşam 6-da evə qayıdan valideynlərimiz var. İş yükünün ağırlığından vaxt ayıra bilmiriksə, sabah onların bizə biganəliyindən, kompüterin qabağından durmur, planşet əlindən düşmür, problemləri ilə bizim qarşılaşmağımız labüddür. Hər birinizi salamlayıram. Mən bundan öncəki çıxışlarımda dünənin uşağı ilə bugünün uşağını müqayisə etmişdim. Və bugün istərdim, qonağım Pərvanə xanımdır, İskəndərova, eyni zamanda mentordur, jurnalistdir və pedaqoqdur. Bugün düzgün seçilən tərbiyə metodu gələcəyin şəxsiyyətini formalaşdırır və bir tərbiyə bir uşağın inkişafı üçün çox önəmlidir. Pərvanə xanım, bu arada xoş gəlmisiniz, xoş oldu sizi öz aramızda görmək və sizin fikirləriniz də istər jurnalist olaraq, mentor olaraq və pedaqoq olaraq mənim üçün çox önəmlidir. Düşünürəm ki, valideynlərimiz üçün də faydalı bir fikirləriniz olacaq. Salamlayıram hər birimizi. Əvvəla sizə təşəkkür edirəm. Məni dəvət etdiniz bir qonaq kimi. İkincisi də çox aktual bir mövzu seçmisiniz. Çox bəyəndiyim və hal-hazırda çox problemli bir məsələ olan müasir valideynlik və övlad münasibətləri mövzusudur. Çox aktual bir mövzudur. Əslində bu mövzuda çox danışmaq olar. Mən əsasən diqqəti nəyə çəkmək istəyirəm? Bizim dövrümüzün uşaqlığından indiki dövrün uşaqlığının fərqinə varmalıyıq biz valideyn olaraq. Əsas problem budur ki, bəzi valideynlər bizim dövrümüzün uşaqlığından indiki uşaqlığı müqayisə eləyir və niyə onların bizim kimi davranmamasında uşaqları bir növ qınayırlar. Hətta günahlandırırlar. Bəli, bəli. Fərqlilik nədədir Pərvanə xanım? Siz bir pedaqoq olaraq fərqliliyi nədə görürsünüz? Əvvəla fərqlilik bilirsiniz, biz böyük olaraq, böyüklər olaraq fərqinə varmalıyıq ki, biz uşaqlığımızı yaşamışıq və orada nəyi düz, nəyi səhv etmişik, artıq onun biz fərqindəyik. Amma uşaqlarımız axı uşaqlıqlarını hələ indi yaşayırlar. Biz onlara imkan verməliyik ki, səhvləri ilə, düzləri ilə o uşaqlığı yaşasınlar. Fərqlilik isə ondadır ki, bilirsiniz, bizim dövrümüzdə elə televiziya məkanında ancaq 1 ya 2 kanal var idi. Ən uzağı 4-5 kanal var idi. Amma hal-hazırda texnologiya o qədər geniş inkişaf eləyib ki, nəinki televiziya kanalları, eyni zamanda hal-hazırda məsələn qonağı olduğumuz YouTube kanalları olsun və yaxud da ki, TikTok, sosial şəbəkələr vasitəsilə, yəni informasiya almağı uşağın daha çox texnoloji baxımdan vasitəsi var. Fərq bizim informasiya aldığımız mənbələr daha qısıtlı idi. İndiki uşaqların informasiya aldığı mənbələr isə daha genişdir. Biz onu anlamalıyıq. Anlayırıqmı? Problem bundan ibarətdir ki, biz daim müqayisə edirik və bir tərbiyə metodunda müqayisə düzgün bir seçim deyil. Daim biz dəyərləndirə bilərik və yaxud da ki, həmin uşaqları, necə deyim, həvəsləndirici bir metodlardan istifadə edərək ayağa qaldırmalıyıq. O dövrün müsbətlərini müsbət olaraq övladlarımıza aşılamalıyıq. Amma biz bugün əfsuslar olsun onu etmirik, daim günahlandırırıq. Hətta deyərəm ki, məktəblər üzərində müəllimlərin davrandığı bir davranış var ki, indiki uşaqlar idarə edilməzdir. Biz bugünün uşağı hansı psixologiyadadır düşünürəmsə, biz o cür rəftar etməliyik. Edirikmi? Etmirik. Yeni metodlar axtarırıqmı? Axtarmırıq. Biz hətta keçən dəfə çıxışların birində qeyd etmişdim ki, illər öncə siz demişkən qısıtlı idi informasiya. Biz informasiyanı yalnız televizor üzərindən, qəzet üzərindən və yaxud hansı kitab üzərindən alırdıqsa, bugün heç bəzən düzgün səslənməsə də kitab belə uşaqlar oxumur. Həmin informasiyanı internetdən də ala bilirlər. ChatGPT-lər var, süni intellektin inkişaf elədiyi bir dövrdə yaşayırıq və nə etməliyik? Anlamalıyıq. Düşünürük ki, övladımız kitab oxumaq istəmirsə, onun üçün bir həvəsləndirici metodlar seçməliyik, günahlandırırıq. Müəllimlər deyir, dərslər maraqsızdır, uşaqlar dinləmir. Maraqsız gəlir ümumiyyətlə uşaqlara dərslər. Dərsi maraqlı etmək üçün müəllim metodlar tapmalıdır. Düzdür, Aynur xanım, biz mənim bilirsiniz də Empati kanalında, YouTube kanalında apardığım uşaq verilişi var.
o uşaq verilişində biz uşaqlara suallar ünvanlayırıq. Onlar da öz düşündükləri kimi cavablandırırlar. Və bilirsiniz, verilişlərin çəkilişi əsnasında mən bir şeyin fərqinə vardım ki, uşaqları istəyir müəllimlər olsun, istəyir valideynlər olsun, siz tamamilə düz buyurdunuz ki, günahlandırmağa öyrəşmişik. Amma veriliş əsasında çəkilişdə öyrəndim ki, uşaqlar istəmirlər biz onları günahlandıraq. Uşaqlar istəyirlər ki, biz onlara bələdçi olaq, yol göstərək. Yəni nəzarətçi valideyn, nəzarətçi müəllim deyil də, bələdçi valideyn, bələdçi müəllim rolunu oynayaq, əllərindən tutaq, birgə addımlayaq. Mən orada, yəni hal-hazırda bir layihə üzrəndə hazırlaşırıq, biz hazırlığımız gedir, elə bir anons kimi balaca da olsa deyirəm, öyrənərək öyrədək. İstəyir valideyn, istəyir müəllim, hal-hazırda yəni hər bir müəllim də, ailə qurmuş müəllimlər də bir evin valideynidirlər. Öyrənərək öyrətsələr daha yaxşı olar. Çünki köhnə öyrəndiyimiz metodlar hazırda işləmirlər, keçmirlər. Hava belə hər gün dəyişkən olursa, yəni hava da dəyişir, metodlar da dəyişir. Yəni onların biz dünən geyindiyimiz kimi bugün geyinə bilmərik. Və yaxud da ki, bir neçə gün sonra eyni libası geyinə bilmərik. Soyuq hava var, isti hava var. Eləcə də yəni bizim öyrətdiyimiz metodlar, dəyişkən metodlar var. Hər gün yox, hər saniyə, hər dəqiqə yeni nələrsə icad olunur. Biz o yeniliklərin böyük olaraq fərqinə varmalıyıq ki, indiki uşaqlara düzgün istiqamət verə bilək. Bir də bilirsiniz, çox düzgün bir nüansa toxundunuz, günahlandırmaq. Niyə uşaqlarımızda hər dəfə biz günah axtarmalıyıq? O sualı özümüzə verməliyik. Günahkarı tapmaq çox asandır. Günahkar özümüzük əslində. Amma əslində güzgünün qabağına keçməliyik və özümüzü görməliyik. Biz uşağa nəyə göstəririk? Bayaq çox doğru bir şey vurğuladınız ki, indi az kitab oxuyurlar. Bilirsiniz, səbəb nədir? Neçə valideyn evdə kitab oxuyur və nə qədər oxuyur. Uşaq da bizdən nə görürsə, onu tətbiq eləyir. Uşaqlar öz-özlərinə nəsə eləmirlər. Bizim verilişin birində uşağın biri, mən sual verəndə ona ki, sən müəllim olsaydın, auditoriyaya, uşaq qarşısına çıxanda necə davranardın? Bilirsiniz nə dedi? Mən qışqırmazdım. Bu sözdə çox böyük bir anlam var. Uşaqlar müəllimlərin o tənbihlər, tək müəllimlərin yox, mən burada müəllimləri deyib də onsuz da bu aralar çox günahlandırırlar. Əslində niyyətimiz Pərvanə günahlandırmaq deyil, bir çözüm bulmaqdır. Əlbəttə. Yol göstərməkdir. Yəni baxın, uşaqlar artıq istəyir valideyn olsun, istəyir müəllim olsun. Onların biraz tənəli yanaşımından, qışqıraraqdan, aqressiv daha doğrusu danışmağından yorulublar. Uşaq da istəyir ki, onunla uşaq kimi rəftar olunsun və inanın ki, elə rəftar olunan uşaqlar böyüyəndə daha xoşbəxt, daha məsuliyyətli bir şəxsiyyətə çevrilirlər. Bir də nəyə toxunum Pərvanə xanım? Məsələn, ilk öncə valideyn-övlad münasibətləri deyəndə övlad nə istəyir? Anlaşılmağı istəyir. Qlobal problemin kökü anlaşılmamaqda durur. Ümumiyyətlə biz cəmiyyət olaraq, mən həmişə bunu qeyd edirəm, bizim bir problemimiz var. Biz bir-birini anlamırıq. Empati qura bilmirik. Problemimiz buradan köklənir. Valideynlər də övladlarını anlamamağa çalışırlar. Hər hansı bir problem ortaya çıxırsa və yaxud məktəbdənmi, bağçadanmı, hansısa bir şikayət gəlirsə, biz uşağı günahlandırırıq. Əslində uşağı yox, situasiyanı günahlandırmalıyıq. Nə də baş verdi biz bu situasiyaya gəldik? Nə baş verdi ki, övladımda aqressiya formalaşdı? Əslində hər bir uşaq bir evin nümunəsidir. Orada olan bütün situasiyaları özündə əks etdirib. İstəyir, bugün davranış pozuntulu uşaqlarımız o qədər katastrofik həddədir. Yəni biz bunu müqayisə edə bilmirik. Uşaqlar gəlir inkişaf ləngimələri ilə, istəyir məktəbə qədər təhsil müəssisələrinə, istəyir məktəblərə, davranış pozuntuları ilə cəmiyyət olaraq bir həyəcan təbili çalmalıyıq ki, bir dur deməliyik bir-birimizə ki, biz nə etməliyik, amma bunu etmirik. Sizcə valideyn övladını anlamaq üçün nə etməlidir? Yəni, nə üçün anlamırıq övladlarımızı? Çox gözəl bir nüansa toxundunuz. Baxın, mən bir misal çəkim sizə. Valideynlər indi övladlarını anlamırlar, duymurlar, yalnız eşidirlər. Bu bilirsiniz nəyə oxşayır? Hamısına şamil olunmur təbii ki. Bilirsiniz nəyə oxşayır? Yəni bir kərpic qoyuruq, daş parçası və onun üzərinə su tökürük. Valideyn burada o daş parçasıdır, tökülən su isə uşağın duyğularıdır. Su daşa dəyir və sadəcə qıraqlara səpələnir və o kərpicə heç nə eləmir.
eşidən, sadəcə eşidən valideyn o kərpic rolunu oynayır. Amma biri də var ki, biz süngər qoyaq və onun üzərinə su tökək. Süngərə su Udacaq, çəkəcək onu. çəkir özünə. Biz həmin o süngər valideyn olmaq məcburiyyətindəyik artıq. Məcburuq o süngər valideyn olaq ki, uşağımızı anlayaraq, duyaq. Tək eşitmə, qulaqla eşitmək yox. Qəlbimizin qulağı ilə eşidək uşaqlarımızın qəlb səsinə, ruhlarına. Biz onu eləsək, inanın ki, bəlkə də bir çox ailələrdə o problemli uşaqlar sayı azalacaqdır. Problemli uşaqlar, məsələn, davranış pozuntusu olan uşaqların istəyir doğumu olsun, istəyir sonradan yaranması olsun, azalacaqdır o problemlər. Sadəcə olaraq anlayaraq duymalıyıq. Ruhlarının, qəlblərinin səsini eşitməliyik ki, onların o anda söylədiklərini tək bir söz olaraq yox, hiss, duyğu olaraq mənimsəyib, özümüz yaşayıb, o filtrdən özümüz keçirdib, sonra onlara istiqamət verək. Bir də Pərvanə xanım, belə deyim də, bəzən olur ki, məsələn, bu övlad-valideyn münasibətləri deyəndə deyirik, ilk öncə anlamalıdır, sərhədlər qoymalıdır, fikrini hörmətlə yanaşmalıdır, bütün bunlar hamısı olmalıdır. Valideyn prizmasından da danışmaq istərdim ki, baxın, bugün valideynlər hər biri çalışır. Nəzərə alaq ki, səhər saat 8-də evdən çıxıb, axşam 6-da evə qayıdan valideynlərimiz var və o valideynlər yorğun olurlar. İstər-istəməz o işin yükü, ağırlığı, ailənin yükü, ağırlığı o valideynlərə təsir edir. Cəmiyyət olaraq bir çətinliklərimiz var. Düşünürəm ki, valideyn evə girdikdə ilk öncə, məsələn, mən öz övladlarım nisbətindən danışıram, mən başa düşürəm ki, mənim övladlarımın günahı deyil, mən işləyirəm. Ona görə zamanla uşaqlar valideynləri ilə az vaxt keçirirlər, yəni kiçik yaşlardan emosional bağlılıq çox zəif qurulur. Uşaq niyə ağlayır? Mən həmişə deyirəm, uşaq özünü özgüvəndə hiss etməyəndə ağlayır. Və o güvən hissini verəndə, mən məktəbə qədər təhsil müəssisəsi üzərindən danışacağam, uşaqlar adaptasiya prosesində ağlayırlar. Və mən bəzən praktikantlara sual verəndə ki, təcrübədə olan qızlara, nə üçün uşaq ağlayır? Bir anladıqmı nəyə ağlayır? Nə üçün sakitləşdirməliyəm? Uşaq özünü güvəndə hiss edəndə heç vaxt ağlamır. Mən illər öncə, yəni təcrübəmin olmadığı illərdə çalışanda adaptasiya prosesi biraz uzun sürürdü. Hardasa 2 həftədən 1 aya qədər davam edə bilirdi. Amma bu gün böyük fərəh hissi ilə deyə bilərəm ki, adaptasiya prosesində mən bir uşağı qucağıma alım, müəyyən müddətdən sonra o uşaq belə deyim də sakitləşəcək. Nə üçün? Mən ona güvən hissini verirəm. O qorxur deyənə ağlayır. Harda olduğunu bilmədiyi üçün ağlayır. Və bütün bu problemlərin kökündə də bu durur. Biz övladlarımızı anlasaq, sərhədləri qoyaq sözsüz. O çox sərbəstliyi də tərbiyəsizliyə gətirib çıxarır. Tam da sərbəstliyin tərəfdarı deyiləm tərbiyə metodunda. Amma sərhədlər qoyaraq sən bu cür rəftar edə bilmərsən, amma mütləq izahı var. Nə üçün bu cür rəftar edə bilmərəm? Amma izah edirikmi? Bugün dəfələrlə nəqliyyat vasitələrində valideynlərin övladlarını aşağıladığını, kobud ifadələr işlətdiyini şahidi oluruq. İnanın, mən o zaman valideynə bir dur demək istəyirəm ki, sən şəxsiyyətin özgüvənini alçaltmış olursan. Bu cür rəftar edə bilmərsən. Uşaq sual verir, 3 yaşında bir uşaqdır. Ana, bu nə üçün bizə lazımdır, bu nədir? Ana deyir, sus. Sus deyəndə özgüvən hissini bastırmış oluruq. İlk öncə məncə emosiyalarını sağlam şəkildə idarə etməyi onlara öyrətmiş olsaq, birinci, 0-3 aralığında uşağa sosiallaşmağa ehtiyacı yoxdur. O uşaq ancaq ana tərəfindən güvənli halda böyümək istəyir. Biz o güvəni vermiş olsaq, digər dövrlərdə davranış pozuntusudur, problemli davranışlardır, digər ləngimələrdir və yaxud anlaşılmamaq kimi problemləri yaşamış olmarıq. Sizin bununla bağlı fikriniz nədir? Çox doğru bir fikir söylədiniz. Valideyn uşağa ünsiyyəti indi azalıbdır, bəli. O da iş yükünün valideynin belinə daha çox yüklənməsindən əlaqədardır. Amma doğru da vurğuladınız ki, bu uşaqlarımızın problemi deyil. Və bugün hər bir uşağa deyilən ki, indi vaxtım yoxdur, dayan, yorulmuşam və bu kimi, bu tipdə olan sair ifadələr sabah bizə indi vaxtım yoxdur, ana. Eynisini bizə edəcək. Eynisi, inanın ki, həqiqətən də bilirsiniz, o bəzən biz atalar sözlərini və yaxud da ki, eldən gələn məsələləri yadırğıyırıq, xam baxırıq. Amma həqiqətən də bu ifadələrin bir qaynağı olub ki, onlar işlədiblər. Deyir, uşaq evin aynasıdır ifadəsi var. Bu çox
doğru zamanımızda belə bu texnologiyaların geniş İnkişaf yayıldığı və inkişaf elədiyi bir zamanda belə həqiqətən də öz doğruluğunu vurğulayır ki, hər bir uşaq valideynlərinin güzgüsüdür. Bugün biz onlara vaxtım yoxdur. İstəyir 3 yaşında olsun, istəyir 5, istəyir 15 yaşında uşaqlarımız olsun. Biz onlara bugün iş yükünün ağırlığından vaxt ayıra bilmiriksə, sabah onların bizə biganəliyindən, uşağım telefonda çox oturdu, planşet kompüterin qabağından durmur, planşet əlindən düşmür problemləri ilə bizim qarşılaşmağımız labüddür. Və buna görə də bunun qarşısını almaq üçün nə qədər də işdə yüklənsək, işin problemini, işin yükünü, ağırlığını evə daşımamalıyıq. Bu bir, uşaqlara necə yükləyirik? Uşaq belə olmalıdır, uşaq elə olmalıdır. Ən birinci özümüz o sərhəddə, o bariyeri qoymalıyıq ki, iş və ev arasında o sərhəd olsun. Biz özümüz öz sərhədlərimizi müəyyən eləsək, uşaqlarımıza düzgün istiqamət verməyi bacararıq. Bayaq dediniz sərbəstlik barədə. Bilirsiniz, uşağın bəli, müəyyən şeylərinə sərhəd qoymağın mən də tərəfdarıyam. Amma o sərhədlər tikanlı məftillərlə olmamalıdır da. Məsələn, müəyyən Avropa ölkələri arasında sərhədləri görürsünüz, sadəcə bir xətt çəkiblər və insanlar şuurlu şəkildə bunu qəbul edir, dərk edirlər. Ora keçmək olmaz. Bu ölkə digər bir ölkədir, bu bizim yaşadığımız ölkədir. Biz də çalışmalıyıq ki, uşaqlarımızı elə bir təfəkkürlə böyüdək ki, sadəcə o düz xətti onlar sərhəd kimi başa düşsünlər. Da ora Çin səddi çəkməyək divar olaraq. Ora biz tikanlı məftil qoyub onları da yaralamayaq da o sərhədlərlə. Biz düşünürəm ki, izahlı şəkildə bunu etsək, nə üçün olmazı izah etsək, daim söhbət etmiş olsaq, empati qurmağı öyrətsək, onda inanın ki, o qədər cəmiyyət olaraq gözəl idarə olunarıq. Bəlkə də kimlər üçün bu danışıqlarımız pafoslu gələ bilər. Kimsə deyər ki, hə, danışırlar da. İnanın ki, bunu bir alqoritm şəklində düzgün idarə etmiş olsaq, əlbəttə ki, bunun bir nəticəsi olacaq. Mənim heç xoşuma gəlmədiyim bir məqamdır. Mən ümumiyyətlə həyatı boyu müqayisə etməyi sevmirəm. Amma bugün acı reallığımız budur ki, biz Rusların tərbiyə etdiyi uşağa bir həsədlə baxır ki, o uşaqlar necə dinləməyə bacarırlar. Amma bu çətin bir şey deyil. Mən hər dəfə valideynlərə deyirəm ki, 3 gün səbr edin, 4 gün səbr edin, 5-ci gün uşaq sizi dinləyəcək. Lakin siz dinləməyə icazə vermirsiniz. Uşaq ağlayankən oyuncağı əlinə verirsiniz. Mağazaya gedirik, nə isə istəyirsə bunu mütləq onun üçün edirik. Bunu etməsək, ona izah etsək, tamam, sən bizim millət üçün uşaq ağlayırsa bir katastrofadır bu, belə deyil, bir fəlakətdir. Bu bir necə uşaq ağlamamalıdır, uşaq ağlamalıdır. Hətta bir valideyn var idi, mən öz təcrübəmdən paylaşmaq istəyirəm. Deyirdi, nə edirsiniz eləyin də, uşaq həyəcan keçirtməsin, ağlamasın, hətta deyirdi, yıxılmasın. Deyirdim ki, həyat onu sonradan yıxmamağı üçün, bəzən bəlkə də düzgün qəbul etməz valideynlər bu ifadəmi, o yıxılıb qalxmağı öyrənməlidir. Mən bir dəfə yol gedirdim, bir uşaq qaçdı, yıxıldı. Mən istədim onu qalxızım, valideyn də Rus vətəndaş. Dedi, dəymə. Mən onu indi qaldırsam, həmişə qaldırmalı olar. Qoy qal, uşaq da qəşəng durdu, üstünü çırpdı, ağlamadan getdi. Amma bu uşaq yıxılıb, bu hala çatana qədər neçə dəfə də olsun yıxılıb və qalxıb, ağlayıb və ananın bu münasibətini artıq normal qarşılayıb. Biz Azərbaycan milləti olaraq da biraz qoruyucuyuq sanki. Qorumaq da uşaqda özgüvənsizliyə gətirib çıxarır. Biraz uşaqlara yıxılmağı, biraz səhv etməyi icazə verməliyik ki, hətta 40 yaşında belə, heç kimin bəlkə də acığı gəlməsin, 40 yaşında da bizim analarımızın gözündə uşaqlar, evladları uşaqdır. Başa düşürəm, böyüdüblər, əziyyət çəkiblər, qarşısında baş əyirik hər bir ananın, əziyyətləri danılmaz. Amma əgər bu bir qoruyucu hala keçirsə və uşağın öz güvənini aşağı salırsa, valideyn özünə bir dur deməlidir. İş yükünə qaldıqdasa, mən atamı müqayisə gətirmək istərdim. Mən ona buradan çox sağ ol demək istəyirəm, bizi düzgün böyütdüyünə görə. Çünki sərbəstlik də verib, sərhədlər də qoyub, işdən nə qədər yorğun gələrsə gəlsin, bizim kitablarımız var idi uşaqlıqda. İndiyə kimi yadımdadır, yerdə uzanardı, biz də yanında oturardıq, çininə başını qoyardıq. Nəsrəddin Tusinin Əxlaqi Nasiri var idi, Mütəhhərinin Kamil İnsan kitabı var idi. Bəlkə bizim üçün o dövr, o kitablar çox ağır idi. Amma oxuyurduq və oxuduğu qədər də bizi onu izah eləyirdi. Süfrə arxasında özümüzü necə aparaq, qonaq gedərkən özümüzü necə aparaq. Hətta biz qonaq gedərkən, qaydandan sonra bizdə bir qırmızı stol olurdu, bizdə müzakirə olurdu. Sən bunu düz etmədin, nə üçün belə etdin? Hətta bizi belə dinləyirdi. Düşünürəm ki, hər bir valideyn övladına bu cür yanaşsa, o övlad gələcəkdə nəyin yaxşı, nəyin düz olduğunu, nəyin səhv, nəyin düz olduğunu müəyyən edə biləcək.
Bu cür yanaşma olsa, məsələn bizə deyilirdi ki, bu düz yoldur, bu səhv yoldur. Bunu seçsən, buradan gedəcəksən, gedə bilərsən, problem deyil. Amma buradan getsən sənə daha rahat olacaq. Və zamanla valideyn görürdü ki, düz deyil, artıq onları dinləməyə başladıq. Hər bir valideyn düzgün tərbiyə metodu seçsə və hər bir uşaq fərqlidir düşünürəm. Sizcə fərqli uşaqlarda metodlar necə olmalıdır, yanaşmalar? Əvvəla mən bir nüansa toxunmaq istəyirəm. Siz deyirsiniz ki, Azərbaycanlılar millət olaraq qoruyucudur. Mən millət olaraq bizdə bu niyə formalaşıbdır? Qısaca ona bir izah verim. Bilirsiniz ki, tarixə nəzər salanda müharibələrdən keçmişik. Bir çox müharibələrdən ki, sonuncusu da son 5 il bundan qabaq oldu. Və müharibələr görmüş bir millətin valideyni uşağını qorumağı özünə məcbur bilir. Ona görə də o fikri artıq onlarda formalaşdırmaq ki, day qorumayın uşaqlar, bu biraz zaman olacaqdır. Ona görə də heç valideynlərimizi də qınamıram. Çünki təbii ki, biz də valideyn olaraq müəyyən məqamda uşaqlarımızı o qoruyucu bariyer rolunu oynamışıq uşaqlarımız üçün. Yəni biz nəticəni əldə eləmək üçün səbəbə baxmalıyıq. Yəni birbaşa bilirsiniz də xəstələnəndə hər hansı bir dərmanı içib aradan qaldırırıq. Amma əgər səbəb bizim daxili orqanlarımızın hansısa birindədirsə problem, o dərman sadəcə ağrını aradan götürür. Biz sadəcə çıxış yolunu deyərək ağrını aradan götürməməliyik. Biz səbəbə baxmalıyıq. O səbəbdən hansı nəticələr doğa bilər, artıq səbəbdən irəli gələrək onun çıxış yolunu tapmalıyıq. Fərqli uşaqlar mövzusunda isə, elə bu yaxınlarda bizim verişlərin birində bir mövzuya toxunduq. Dedilər ki, hal-hazırda az olsa da çox uşaqlı ailələrimiz var. Artıq 2-dən daha çox oldusa, çox uşaqlı sayılır ailələr. Dedilər ki, eyni yanaşıram da, ya 2 qızdırsa, 3 uşaqdırsa, 1 oğlan, 2 qız və yaxud da say fərqi yoxdur, eyni yanaşırıq. Doğru deyilmi ki, bəs bu? Fərq qoymuram da, yəni ədalətli. Din başa düşürsünüz, o ədalətli prinsip deyil artıq. O fərq qoymamağı biz ədalətli yanaşırıq deyə bilmərik. Çünki hər uşağın öz qavrama qabiliyyəti var. Biz onlara, hətta siz məndən daha yaxşı bilərsiniz, ay fərqi belə uşaqların qavrama qabiliyyətində böyük rol oynayır. Biz onların o yaşına görə, biz onların davranışına görə, hər birinin qavrama qabiliyyəti olsun, düşüncə tərzi olsun, ona yanaşıb onlara nə isə bir yol göstərməliyik, hərəsinin özünə uyğun. 5 barmaqdır da, uşaqları 5 barmaq kimi götürsək, görürsünüz hərəsinin özünün boyu, fərqi. Məsələn, biz işarət barmağımızla üzüyü taxıb gəzirlər indi, amma işarət barmağımıza, məsələn, nişan üzüyü taxıb gəzə bilmərik axı. Və yaxud baş barmağımızla hər hansı işarə eləyə bilmərik. Ona əsasən, yəni like göstərmək, hərəsinin özünün. Eləcə də yəni uşaqlarımız, bu elementar bir misal çəkirəm də, amma eləcə də uşaqlarımızı düşünməliyik də. İstəyir 1 olsun, istəyir 5 uşaq olsun, fərqi yoxdur. İndi təəssüf ki, 12 uşaqlı qəhrəman analarımız yoxdur. Amma ki, yəni uşaqlarımız da elədir. Sayından asılı olmayaraq hər birinin öz yaşına uyğun, öz daxili aləminə uyğun düşüncə tərzi var və biz böyük olaraq ki, çünki biz uşaqlığı keçmişik, anlamışıq, biz böyük olaraq onları başa düşüb hər birinə fərdi bir şəxsiyyət kimi yanaşmalıyıq. Problemindən asılı olmayaraq, istəyir düşüncə tərzindən asılı olmayaraq, hər birinə ayrı-ayrılıqda bir fərd kimi yanaşmalıyıq ki, bizim evimizdə 1 uşaq da böyüksə, 5 uşaq da böyüksə, şəxsiyyət yetişdirək və dövlətə verək. Ən əsas, mən həmişə deyirəm, ən əsas gözəl insan yetişdirək. Çünki deyir, alim olmaq asandır, insan olmaq çətindir. Pərvanə xanım, çox sağ ol deyirəm sizə bugün gəlib, dəyərli fikirlərini bizimlə bölüşdüyünüz üçün minnətdaram sizə. Həqiqətən də çox aktual bir mövzudur. Yəni, hər bir valideyni narahat edir, amma hələ də səbəbini bilmirik. Mən ümid edirəm ki, inşallah ki, valideynlər hər biri övladlarına düzgün yanaşmağı, düzgün tərbiyə metodunu seçməyi, belə deyim, tapa bilərlər axırdakı necə yanaşmalıdırlar. Çox sağ olun gəlib iştirak etdiyiniz üçün. Hörmətli valideynlər, sizə də bildirmək istəyirəm ki, hər bir yaş dövrünün özünün çətinlikləri var. Və bu dövrün keçici olduğunu nəzərə alsaq və problemin kökünün nədə olduğunu öyrənmiş olsaq, əlbəttə ki, çətin uşaq yoxdur. Sadəcə anlaşılmayan uşaq var. Sadəcə çalışın, övladlarınızı anlayasınız. Çox sağ olun dinlədiyiniz üçün.